Değerli izləyicilər, hər vaxtınız xeyir olsun sizləri. Bərdə Maşın Bazarından salamlayıram. Qalmadı deyə də. Qalmadı, gəlin görək, qalmadı bunu altdan, gəlin görək. Deyir, qardaşlar da buradan 06 satırlar. Qardaş, Allah xeyir versin. Hansı rayondan gətirmişsiniz? Şəkilay o kiçik dəyirmi kəndindən. Hə, xoş gəlmişsiniz. Bax, qardaşımızın maşını 06 maşındır. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. İli 93'dür. 03 motor, 4 karıfka. Baba yadigarıdır. Allah rəhmət eləsin baba. Durur yoxsa? Yox, rəhmətə gedir. Yoxsa hə. satarıq mı, gətirərik bunu? Allah rəhmət Nömrəmiz də eləsin. 055 582 29 84. Maşınımızı istəyənlər çoxdur ha. Elədir qardaş. Sorsanlar da var. Maşında yığılıbdır. Son qiymətdə öyu. Endirim də eləyəsiniz, eləmi? 4-ə deyirsiz, endirim də var. Var. Nə qədər endirim eləyək? 3500. İl neçədir? 3500'e verərik. İl neçədir? İli 93. 93. Karıfkan 13, bəli. 3500-ə. Yəni nənəni ağlaya qoyub elə getmişik. Baba yadigarıdır. İstəmirdi satılsın. Bəli. Nənə yəni 93 əmi. Deyə almaq istəyən də var. Danışarıq əmi. 3-5-ə mən yendirmişəm. İndi daha oradan aşağı sizlik, mənlik deyil. Elədir. Elə biz də satan adamlarıq əmi. İndi qoy gələn əmmimiz də alsın bu maşını. Maşınımız da Şəkidədir. Bəli, Şəki Bu maşınıdır. göstərək. Bax, bu da maşınımızın iç hissəsi. Biraz Bəli, işqandır. 93 03 motor. Karıfkada, diferdə heç bir yağ yemə, zat, səs, küy heç nəyi yoxdur. Oturacaqlar belə. Altında zədə var. Var, oturacaqlarda söküyüz. 07 dövr. Bəli. Sizinlə 07 ilə yığılıb. Bu da maşınımızın mühərriki. Qardaş deyir 03-dür. Eləmi? Qoy gör. Bəli, 03-dür. Hə, 03 yazılıb. Göz karıfkadır. Motorxana da pis görsənmir. Bu da maşınımız belə. Yəni bunun dəyişiləni yəqin ki olar da. Olub qardaş. Əlbəttə 2 krilo, qabaq krilo 2-sə dəyişib. Maşın da yəni bu 93 maşınıdır. Sürülüb yəni, yatan maşındır. Yaxşıdır, normaldır yəni. İndi də pis deyil, yəni. Düzdür, çox adam deyir 93, çox köhnədir, amma Qəşəngdir, bizi görüb, yəni biz sürmüşük. Ehtiyaclarımızı Xeyrini təmin görmüşük, edirik. bəli. Allah alana da, satana da xeyir versin. Aha, telefon nömrəsini dedinmi? Dedim, bəli. Sizin Bir də xatırladın. Bir də deyim. Birdən qonaq gələrlər Şəkiyə, qoy sizi tapsınlar orada. Bəli. 055 582 29 84. Allah xeyir versin. Qardaş da deyir, sən getməyən deyir, bunu alaq sonra get. Hə. Mən deyir, görən. Dayı, indi danışarıq, ay dayı. Bir dəqiqə gözünüz, səbriniz olsun, danışarıq. Xeyirli olsun. Allah xeyrin ver. Xeyirli olsun xaloğlu. Sağ ol qadam abi, yaxşı ömürlər. Opel Astra. Bəli, Opel Astra H, Pezbek. Buyurun, məlumat verin bilək necə maşında. Əla maşında heç bir problemi yoxdur, ehtiyacım olduğu üçün satıram. İl 2008-dir, 1.3 turbodur, avtopilot, yağış sensoru, mərkəzi qapanma sistemi, kondisioneri, sideniya qızdırıcıları, hər bir şeydə işlək vəziyyətdədir. Nə vaxtdan sizdədir? 7 aya yaxındır. Aformit etibarnamə. Etibarnamədir yox. Vaxtdan var. Var bəli. Sənədlər necə? Hamısı öz qaydasında. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdiniz? Peridoku yığdırmışam sıfırdan. Mühərrikə heç baxdırmadı? Bəli, Mühərrikinə. mühərrikdə yağ azaltma yox, sepində səs yox, yəni baxdırmağa ehtiyac yoxdur. 222 min göstərir. Bəli, Orijinaldırmı görürsən? bəli, tam orijinal. Dizel mühərrikdir. Bəli, Nə qədərdir yanacağı dediniz? Nə qədər yandırır? Ya şəhərçisi sürəndə 4-5, dalin yolda sürəndə 5,5-6-da belə normal. Konserdə yaxşı deyir. Bəli, buz kimi. Taksi fəaliyyətindən daha yaxşıdır, eləmi? Taksiyə yaxşıdır, prosta biz istifadə eləməmişik. Yox, maşınımız təmiz taksi kimi görsənmir. Yox, şəxsi maşınında, yəni taksiyə sürülmür. Korobkası mexanikadır. Bəli, 6 skorusdur. Önə 6-dır. Önə 6-dır, bəli. Ön çəkən maşındır. Bəli, Qranatlar necə? super vəziyyətdə. Sıfırdan yığılıb, perodok. Ümumilikdə periodokda səs yoxdur. Sıfırdan yığılıb. Təkərlər yaxşıdır. 80%. Altı necədir? Polo. Çürüyüb, pası, zədəsi. Samızısı da yoxdur, gül kimi. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot, Dəyişən yoxdur, 2 yerdə kraska var. zavod kraskasıdır. Bəli, 2 dənə qabaq krellərdə çox kraska var. Hadi, yəni qalanı deyirəm, zavoddan gələn Bəli, kraskadır. Nə gözəl. Şüşələri necə? Qırıqçatı yoxdur ki şüşələrində. Yox, hamısı öz şüşələrdir, öz avasko şüşələrdir. Dördü də düymə ilə qalxır. Bəli, İşləyirlər yəqin ki. bəli.
Şütü təmizliyi yoxdur, heç bir qırığı, çatı, ləkəsi, oturacaqlar parçadır. Bunlarda da elə biləm zədə yox deyil mi? Yox, parça olsa da çox səliqəlidir. Maşınımız yaxşı maşındır. Əlavədəki kimi sual olsa yəqin sizinlə əlaqə saxlaya bilər. Əlbəttə ki, yəni Real alıcılardan söhbət gedir. kimin əgər poçt çəkərsə, yəni razılaşarıq. Qiyməti neçədir? 10.500-ə deyirik, real alıcıya endirim eləyərik də. Son fikir ondur. 200-də keçmək olar. Ondan da hələ 200 keçmək Bəli. olar. Çünki təcili satılır ha ona görə. Hə, 9800 demək Bəli, olar. nağd qiymət. Əlaqə nömrəsini deyin. 051 443 0989. Maşınımız da Bərdar rayonunda baxa bilərsiniz, istənilən yerdə. uğurlar arzu eləyirəm. Çox sağ olun, minnətdaram. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Çox sağ olun. 07 maşınınızı satırsınız. Bəli, ili 2006, motor 06 motordur, bez nömrüdür, Silinmə yazılıb. silinmədi bəli. Sənəddə qeyd olunub Bəli, yəqin ki. sənəddə qeyd olunub. Nə vaxtdan sizdədir? Maşın 4-5 aydır bizdədir. Alandan sonra xərcləriniz oldu mu maşınınıza? Yox, elə bir xərcimiz olmayıb. Yüngülvari, yağın dəyişmişik, başqa heç bir xərcimiz olmayıb. Sənədləri necə? Sənədləri daverin üstü. Hələ vaxtına var, 1 illik. Texniki baxışı, sığortası, Texniki baş sığortası hamısı qaydasındadır. sənədlər qaydasındadır. Bəli, bəli. Mühərrik deyirsiniz, silinmədi, Bəli, 06 06 motoru mühərrikdir. Necədir mühərrikin Yaxşı, vəziyyəti? yaxşı. Yağ Çox azaltma, yaxşı. səs, Yox, heç nə yoxdur, çox yaxşı. mühərrik yaxşı, korobkası, Karabka da yaxşıdır, 5-dir. atma səsi yoxdur Xeyr, ki. yoxdur. Diferdə yaxşıdır, ideal vəziyyətdədir. Polunda nə yoxdur zədə? Yox, yoxdur. Hər şey qaydasında. Danqrat yerləri salamatdır. Salamatdır, bəli. Peredokda vəziyyət necə? Peredok təzə yağılıbdır. Səs yoxdur ki, daş Yox. kəsək yollarda. Qaydası- Təkərlərində bir qaydasında. dənəsi zəifliyib, Biri daha zəif. doğrusu hamısında zəiflik var. Biri lap hamı deyəsən yaxşı deyil, hə? 4 dənə təkər alınsa daha yaxşı olar. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot, Elə bir məlumatım yoxdur. Yəni maşına elə göz anlayışım yoxdur deyə bilmirəm. ili neçədir? 2006. 2006. Dəyişilmiş olar bəlkə də. Bəlkə də dəyişir. O sürəndən asılıdır sizdən əvvəl. Bəli. Müəyyən yerlərində kosmetik işlərini görürəm. Yüngülvari kosmetik işlər var, bəli. Şüşələr necə? Şüşələri salamatdır hamısı. Ön alın şüşəsindəki çıtdaqdır yoxsa ləkədir o? Hə, yüngülvari burada Bir bir dənə dənə çıtdaq burada da. çıtdağı var. Şitin üstü çıxollanıb. Sıxollanıb, bəli. Oturacaqlar da plyonkalanıb. Oturacaqlar yaxşı, Altından yaxşı xəbərin varmı? vəziyyətdədir. Yaxşıdır. Normal vəziyyət, bəli. Belə də əsas qiymətidir maşınımızın. Qiymətin 4500-ə deyir, razılaşma olar. 4500-ə deyilir. Bəli. 4-ə 4 təklifi gəlsin. 4200, sonra 4200-ə. 4200-ə də maşınımızı vermək olar. Hara gəlsinlər? Bərdar rayonunda. Əlaqə nömrəsi. 050 826 36 47. Xeyirli olsun qardaş. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, Var sağ olun. olasınız. İlkin qardaş, xoş gördük sizi Çox Bərdə sağ ol. maşın bazarında. Çox sağ ol. Yenə 06 maşını Bəli, gətirmisiniz bəli, bəli. satmaq üçün. Buyurun, məlumat verin bilək necə Maşının maşındır? 94-ün maşınıdır. Motor 06-dır, yağ yemir. Korobka 5-də atmır. Difilində səs yox. 6 zavod tarsovkası yerindədir. Peredok ideal. Bu maşın hər şey çiçək kimidir. İl dedik neçədir? 94-dür. Maşın çox yerdə öz kraskasıdır. Çoxdan mı işlədirsiniz? Yoxsa təzəlikən? Xeyr, hardasa 7 aydır almışam maşını. Sənədləri necədir? Daverin üstündə 2 ay qalıb. Qutarmağına. Bəli, bəli. Yeni davernus ala biləcək yoxsa aform torunmalıdır? Yəsi gedim keçirdim Adoza. Onda xərci var da, eləmi? Bəli, bəli. Texniki baxışı, sığortası, Tex motor, sığorta 7-8 ay var. hələ onların vaxtına var. Bəli, bəli. Ondan vaxtına var, davensa az qalıb. Maşınımıza alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Maşını xeyli xərc qoymuşam. Təkərindən tutmuş. Hər yeri. Sağ ol, sağ ol, sizin ötərsiniz. O qardaş maşına yaxşı baxan adam. Hə, əlbəttə, İlkin qardaşımız gözəl insandır. Motorunu da yığdırmısınız. Maşının motoru da yığılıb, saat kimidir. 06 idi elə mi? 06 motordur, 5 korobkadır. Yağ azaltması səsi yoxdur ki. Xeyr, qətiyyən, ürəyi istəyən yerdə ustasını gətirib yoxlaya bilər. Korobkası necədir? 5-5. Atma yoxdur Xeyr, ki. xeyr. Diferdə səs var. Qram da, qram da. Pol nətərdir? O necə? zavod tarsovkasıdır, sürü deyilən şey yoxdur. Aparıb hardasa istəsə yağmada salıb yoxlaya bilər. Hə, siz dedinizsə daha ücə inandıq biz ona. Hə, Danqrat yerləri varmı? bəli, danqrat yerlərini deyil, istəsən çək göstər. Danqrat yerlərinə qədər özün. Hə. Peredokda səs-küy necə? Bu maşını ümumiyyətlə sür qurun tavoyda, mən sənə verirəm bunu açarım. Sür qurun otur. Gör bu maşını elə bilsən ki, 4 fara sürürsən. Elə bir yumşaq. Maşının motorun səsi içəri vermir hələ.
Təkərlər ölümü yaxşı deyilmi? Bəli, doğru da eyni təptəzədir. Qəşəng. Dəyişilənlərin də deyil. Dəyişən detal yoxdur maşın. Zavoddan gələnləridir. Bəli, bəli. Nə gözəl. Kraska Kraska vurulub. indi deyirəm hazırda varmı kraskalı bir şey? Xeyr, yoxdur. Qətiyyən. Kosmetik bir şey yoxdur. Yox. Şüşələr yaxşıdır. Bəli. Qırıq çat yoxdur ki. Bir yana qabaq patpresində yüngül bax. Burada yüngül çat var. Yalandan nə deyim? De baba. Şotkan altıdır. Özün göstərməsən heç görünmür o. Asya, yox. Şüşəsilərin altındadır. Bəli. Yan aynaları yaxşı. Şitin üstündə çat var. Bir dənə şitin üstündə çat var. Bəs amma onda yaxşı şit yox idi, ona görə almadım. Təzələrini də alırsan dözmür də, nazikdir. Oturacaqları Oturacaqlar təptəzədir. 07 sidenaları alıb qoymuşam. Gəlib baxada bilərsən. Zır-zığı, söküyü, möküyü yoxdur. Bu salafanları da özüm qoymuşam ki, bulaşmasın. Açıq rəngdədir onsuz da görsənir altı. Bəli. Əlavə edək ki, kimi sual olsa yəqin əlaqə saxlaya bilər. Bəli. Telefon nömrəsini deyil. 55 803 38 73. Qiymət neçə? Qiyməti 4700-ə deyirəm. İndirim nə qədər eləyək? Çox yox, yüngül eləyərəm. 4400. Sən xətirvə 4400-ə verərəm. Xətrin xoş olsun. Yəni biz təklif eləyirik də. Sən xətirvə verərəm. Yəni bu maşına verən olub. Mən prosesdə 5000-lə girmişdim bazara. Gəlsinlər İsmailiyə. Bəli, İsmailiyə gəlsinlər, dağ havasından uçsunlar. Çayımızdan içib, çörəyimizdən də kəsə bilərlər. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol. Siz də sağ olun. Allah səndən razı olsun. Deyək yəni, qardaşlar da gəldi, almaq istəyən qardaşlarımız gəldi. İlkin qardaş, bir dənə də Nol 99 maşını. Bəli. Buyur qardaşım. Maşının 97 maşınıdır. Maşında çürük söhbəti yoxdur. Çürük çıxır. Motor yağ yemir, təzə yığılır. Korobkası atmır. Qaranatlarda səs yoxdur. Vəssalam. Bunun sənədi nədir? Bunun birbaşa öz yaxın yoldaş var, onun adınadır. Təzə format eləmişik. Yəni bir illik vermək olacaq mı? Bəli, bir illik veriləcək. Texniki baxışı, sığortası. Onlara da hamısı bir illik. Onlar da yaxşıdır. Deyirsiniz ki, motoru yığdırmısınız. Bəli. Yağ azaltma yoxdur. Xeyr. Səsi yaxşı. Bəli, korobka atmır. Qranatlarda da səs-küy yoxdur. Bəs ekran necə? Ekran işgədədə 97 maşınıdır. Yaxşıdırmı? Bəli, yaxşı. Ekranda problem olanda nə edir? Valla o dəyişirlər də, o deri biri, yox bu ekran... Əsmə verir, yoxsa nə edir? Yox, qarış boş şeydir, hamısı boş şeydir. Kimi deyir razvala götürür, kimi deyir balans olmur. Onun göy çayda, nə bilim, yaxşı ustalar var, elə dəyişir ki, heç bilinmir də. O boş şeydir. Təkərlərinə gəldik. Təkərlər hərəsi bir təkərdən. Təkərlərin ikisi qışdır, Önünə? ikisi yay təkərdir. Ön təkərlər qışdır. Çünki bizə qar yağdığına görə qabağa qış qoyuruq. Amma təzədirlər elə. Bəli. Onsuz da sezonla da 3 ay, 2 ay olur, sonra dəyişirsiniz. Bəli. Maşınımızın altı necədir? Polo. Altında çək, çürük yoxdur, çürük çıxarılır. Çıxıbdır, varımı çıxıbdır. Bəli, çürük olub çıxıb. Dəyişilənlərin var, qapı, kril, kapot. Xeyr, mən heç nə dəyişməmişəm. Məndən qabaqda o öz rayonumuzdan almışam, onda da heç nə dəyişmir. Deyəsən indi zavod detallardır. İndi keçmişdən bəlkə dəyişən olar, onu yalan deyərəm. Yəni biz buna heç nə dəyişməmişik. Yox da indi özün bir sənətkar kimi deyən ki, bax falan yerindən şübhələnirəm. 97 maşın da. Mən yalandan deyim ki, bu zavoddur, beskraskadır, o elə şey olar. Onda bunda qalanını axtarmalıyıq. Biz görək hansı detal qalıbdır. Heç bunu axtarmağa dəmir. Çünki 97 maşındır. Ay sağ ol. Kosmetik işləri var, kraskalansa qəşəng görsənər, işti. Normaldır da. Bəli. İçində 3 dənə yerdən çat var. İçərisi necədir? Oturacaqlar. Oturacaqlar da ki, deyən. Süzülmələr var, hə? Bəli, var. Aha. Öndə sürücüdə də əsas süzülmələr. Bəli. Yəni şüşələr qırığı çatı yoxdur. Yox. Eləmi? Bəli. Yox. Qiymət neçə deyirdik? Qiymət son qiymət 2800 manat. Endirim eləməyək. Xeyr. Çünki bunu 3300-dən düşmüşəm o qiymət. Oradan gəlib çıxmısınız ora. Bəli. 2700 manat. 2700 manat, bəli. 2600-ə verək də bunu. Xeyr qardaş. 100 Bir manat. də əziz qardaşım, bu YouTube-da, TikTok-da yazırlar ki, bunun 1000 manat qiyməti var, bunun 500 manat qiyməti var. Özünə hörmət qoyan oğlan heç elə şey yazmalıdır. Sənin bəlkə ömründə heç bəlkə velosipetin olmayıb. Onun bunun maşınına girib
Niyə giz-gizrəylər yazırsan ki, bunun 500 manat qiyməti var, bu Elə utilizasiya 1300 gəlir. manata utilizasiya Bəli, alır, bəli, ondan qardaşım, mən sökürsən, eşitirsən, eləmi? mən xahiş edirəm bu millətdən ki, ağzında gələn şeyləri yazmasınlar. Onun bunun maşını təhqir eləməsin. Hər an maşını özünə görə xoşdur. Düzdür. Qiymətin dediyi, telefon nömrəsini bir də de bizə. 077 761 84 24. Bu da İsmailli'də. Bəli, bəli. Uğurlar arzu edirəm Çox sağ qardaş. olun. Azərbaycan harda yaxşı qardaşlar var, onlara salamlarımı çatdırıram. Ümumiyyətcə bizi izləyənlərin hamısına salam Hamısına salamlarımı çatdırıram. Sən də qardaş əziyyət çəkirsən, gecə yuxuva haram qatırsan, gəlirsən bazara, cəmaatı çəkirsən. Cəmaat da sənin sayəndə maşınlara Yox, yaxşı-yaxşı mən baxır. gecə gəlmirəm. Siz gecə gəlməyinizə baxmayın. Bəli. Mən gec gəlirəm bazara. Uğurlar Allah arzu işini edirəm. bavan eləsin. Təşəkkür edirəm. Çox Çox sağ sağ olun. Sağ olun. Arafqası çiçək kimi, motoru gül kimi. Bizə dənə sol killos dəyişib. Qalan hər şey öz detallardır. Ekranda yüngül vari 5 kara iş gedibdi. Heç o da yəni asfaltda bir damcı əsmə, təpmə, heç nə. İçi başı ideal, saat kimi. Xeyirli olsun qardaşım. Sağ ol abi, sağ ol. İl deyirsən 2012-dir. Bəli, bəli. Saat kimi. Nə vaxtdan sizdədir bu maşın? 5 illik maşını sürüb 1 manat xərc qoymamışıq maşına. Aformutdurmu, etibarnamədirmi? Etibarnamədir, general davernisin. Hər il yenilənir. Hə, yəsiz cavan adamdır, elə tez ondan alır. Hə, lap yaxşı. Xərcləriniz nə olubdu? Xərc qoymuşsun bu maşına. Heç nə, bir dənə dinamanın remeni dəyişmiş. Motorunu yığdırmadın. Heç nə, heç nə. Motor bu dəqiqənin özündə kodlayırsan maşın saat kimi. Yağ azaltması, səsi, Bir damcı motorda yağ azaltma deyilən bir şey yoxdur. korobkası necə? 5, çək kimi. Atmağı yoxdur ki. Yox, yox, qətiyyən. Qranatların səsi var. Qranatında səs tapsan pay verirəm maşını sağ. Bunu sür qırın tavoyda maşının nəsə səs olsa pay götür get. Ümumilikdə perodok yaxşıdır. Bəli, bəli. Nəinki perodok, hər bir şey. Ucuzda qiymətə veririk. Təcili pul lazımdır ona görə. Allah Bu maşını kömək sürmüş olsun. də ya, açmışıqsa. Nə bilim, çək kimi daha mı? İdealdır. Ekranda dersiz iş olubdu. Hə, yüngülvarı olub, o da qabağına toxundurmuşuq ona görə. Adcası var qalın. Təkərləri necədir? Təkərləri yaxşıdır. Təkərlər belə də 50%-dir. Yəni təkər nə qiyməti var? 40 manat olan bir şeydir ha təkərlər. Altında bahalı bir şeydir. vəziyyət necədir? Çürük pas. Çək kimi bir dənə pas yox. Ümumiyyətlə belə maşın hərəm zabrat gəlməyib da. Özü Dəyişilənləri qiymət 6 yarıma veririk. 6500-də verirsin. Bəli, bəli. Dəyişilənləri qapı, krel, kapot. Bir dənə bu sol sağ kırılıb, bir də bu sol tərəf kırılıb dəyişir. Ha, sürücü tərəf krel deyil, dəyişilir. Bəli, Kraska da bəli. tam vurulmuş olar yəqin ki. Bəli, bəli, ideal kraskalanıb da ən yaxşısı da bu. Şüşələr necə? Qırıq çat yoxdur şüşələrdə. Xeyr, xeyr, şüşələr zat hamısı ideal. Ön şüşələr düymə iləndir, hə? Bəli, İşləyirlərmi? Bəli? İşləyirlərmi Bəli, deyirəm? bəli, bütün hər bir funksiyası 015-ə aid zavoddan nə gəlib hər bir funksiyası işləyir. İşti təmiz. Bəli, Oturacaqlar, şkollar biraz süzülmələr var, hələ. Hə, önlərdə biraz süzülmələr. Olur da işlənən maşındır da, işlənən maşında Təbii olur ki. elə şey. Qiymətin dediyi 6500. Bəli, bəli. Endirim eləyəkmi? Real alıcı olsa bir yüngül var, o biz eləmək olar da. 6000 nətərdir? Yox, yox, 6 min. 6000-ə verməyək. 6 minə vermərik. Deyir, 6 yarım istəyirlər. qaqa. İstəyirlər. Bəli, bəli. Şey, ideal. Qardaş nətər deyir, baha deyir, yoxsa çıxıb gedirlər? Eləmi, hə. Hə, ideal maşındır. Hardadır, maşınım sarda? Çoranboy rayonunda. Telefon nömrəsindədir. Telefon nömrəsi neçə idi? 051 532 32 61. Qutaran qiymət neçə deyək qardaş? 6000 deyir qutaran qiymətidir. Yox, o deməklə deyil, sana 6300-dür. Elə? Hə, 200 manat elə. Qoy zəng eləsinlər də indi baxarıq. Hə. Heç nə, problem yox. Uğurlar arzu Baxmaq edirəm. istəsə Çoranboy rayonundadır maşın. Uğurlar qardaşım, uğurlar. Xoşdur, xoşdur. Çox sağ ol. Buradan çəkmədi, oranın nikkeli yoxdur, buradan çək. Onsuz da hər tərəfini çəkəcəm. Fərqi yoxdur. Qardaş bu qapıdakı nikkeli deyir. Qardaş buranın nikkelini deyir. 87-nin Vaz 2106-sı. Bu sənin öz maşının deyil Bəli, mi? bu da bizim şəxsi maşınımızdır. O bəlkə də dostunun maşını. Bəli, bəli, o da dostumun maşını. Dostun da utancaqdır, danışmır. Bəli, bəli. Maşını da çirklidir ha. Maşına dəyər verən adam maşının bərbəzəyinə baxmaz da, maşının vəziyyətini yəni baş çıxan adam. Yox, indi cızığın pasını görməkdən ötürü gərək təmiz ola. O heç onu belə ürək istəyən olsa yuduzdurub baxdıra bilərik. İdeal vəziyyətdə. Və motor bez nömür. Bir dəqiqə cəmaat 1000 manata Motor hansı yazdı. dilə qaldır baxaq. Motor bez nömür. Karovka 5. Qoy görək. Danqrat yerləri görək var mı 03 burada? motorla. Pası yox, çürüyü yox. Təkərlər normaldır elə Bəli, təkərlər təzə alınıb. Perodokdan vəziyyət necədir? Prokatdır. Nətər? Perodok. Perodoku çiçək kimi. Səs küyü yoxdur ki.
Yox, qətiyyən. 06 nədir səs? Get də görsən buna danışıram, buna gətir. Düdüd. Əmr tərli. Motor nədir bu görək? Motor 03. Motor 03. Nə tərdir motorun vəziyyəti? Saat kimi. Saat deyil ha bəlkə də. Sənin maşının nə vaxtdan səndədir? Mən harasa bir 5 ay olar almışam. Sənədi? Sənədlər qaydasındadır hər bir şey. Yox, aformut eləmisiniz yoxsa etibarnamə? Yox, bu da etibarlı. General Daverus. İçərisində bir dənə qapını açan görə içərisinə tərdir. Arxadan bax. Plyonkalamısan onsuz da? Hə, silenyalar kirlənməsin deyə mən biraz maşın xəstəsiyəm. Cırığı yoxdur ki. Yox, qətiyyən. Bir damcı. Orijinal magnetofon. İçi biraz çişlidir, yəni o da biraz vaxtımız olmadı da gətirəndə təmizləyək. Yəni də maşınımızın içərisi şiti təmizdir ha, təzə şit Ha, qoyulur. hər bir şey təzədir bunu gör. Bunun içi başı biraz çişlidir də, ha. O da toz torpaqdır. Ya qardaş, maşınımızı çəkdik, göstərdik. Deməli, ili maşın neçədir? 87. 87-nin maşınıdır. Qiyməti neçə? 38. 3800-ə deyirik. Endirim neçə eləyək? Həm sonu 200 manatdır, uzaq başı bir 100 manat, 200 manat keçər. 3-6-ya yəni sonudur da. 3-5-ə də verməyək. Yox. Əlaqə nömrəsini deyin. 051 928 11 32. Bu da Ancaq Göran boydadır. WhatsApp işləyir. Göran boydadır. Bəli, bu maşında Göran boydadır, rayonun özündə. Ancaq WhatsAppdır. Tanınmış maşındır, bəli. Uğurlar arzu eləyirəm. Çox sağ olun, Allah köməyinizdə olsun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah hamımıza dəyməsin. Hamıya bazar versin. Biz də onun 31 Volga. 31 10 Volga. Hə, buyurun, məlumat verin. Elə əmmimiz də almaq istəyir, elə o da eşitsin. Ha, çox qəşəng. Hə, qiymətli desən aşağı Yox, verin. elə yox. Elə olmaz. İl nədir bu maşın? 2001 qiyməti də 5000. 5000. 2000. Əmin nə qədər verirdi? Hə, bu elə belə baxır. Yarı-yarıya deyir, eləmi? Hə, yox, bu ikisində də bundan olub. Hə. Satırın tas yenə də meyli deyir. Hə, lap yaxşı, lap yaxşı. Nə vaxtdan sizdədir bu maşın? 4 ildir. Aformut olunub yoxsa etibarnamədir? Bəli, yox, olmur. Öz adınız olan Bəli, maşındır. bəli. Xərcat çəkdiniz bunu alandan sonra? Nə Bu düzəltdiniz? alandan sonra elə belə cüzi xərcdə çəkmişəm, yəni amma problemsiz sürmüşəm də. Motor nədir bunlarda? ZMC 2-4 motor. Necədir motorun vəziyyəti? Super. Yağ azaltmadır? Yox, heç nə. Tasolla da Səs işləyir, su deyil. deyil, tasoldur. Eləmi? Hə. Motor yaxşı. Qəşəng, super. Korobkası necə? Qəşəng, yerində 5. Atma, səs. Yox. Diferdə səs varmı? Heç nə. Bunların diferində hər şey səs ola bilmir. Altı necədir? Çürüyü çoxdurmu? Yox, bunda heç bir dənə də çürük yoxdur. İli 2004-dən olan yuxarı maşınlar bunlarda çürük görmüşəm. Bu 2001-dən bunda bir dənə çürük yox. Keyfiyyət daha yüksəkdir. Çox keyfiyyətli, bu hər cəhətdən qəşəng maşın. Peredokda vəziyyət necədir? Mercedes bu. Öndə Peredokun səs küyü var. Yox, heç nə. Problem yox. Təkərlər necədir? Super. Təkərlər də Super. normaldır. Maşınımızın dəyişilənlərini deyilən, qapıdır, kreldir, kapotdur. Heç bir şey. Hamısı öz zavod. Zavoddan gələn. Qəşəng, hə, özü. Kraska vurular amma. Yox, o da vurulmur. Kraska da vurulmuyor. Deyilmi? Yox. Öz zavodun kraskası. Bəli. Ne yaxşı, Sovet maşını ola. Ha. İl dedi 2001'dir. 2001'dir. 2001'dən indi. Neçə il 2001. keçir üstündən? 25 il. Ona baxmayaraq bu maşınlar çox möhkəm maşın olur deyən, elə qalır da. Yəni bunlar tez çürüməkdir, nə isə xarab olmaqdır. Hazırda kosmetik şey yoxdur ki. Yox. Ön patpres alın şüşəsi Patpres dəyişmişəm bir dəfə, hə. Dəyişmisən, eləmi? Qırılıb çat verib dəyişmişəm. O birləri salamat düymə iləndirlər. Bəli. Yanlar. Bəli. Şiti təmizdir, qırıq çatı yoxdur. Yox. Heç. Oturacaqlardakı çixollamısan görünür altını. Bəli. Çixollardakı yaxşıdır. Çox qəşəng. Maşınımız belə də normal maşındır. Qiymətin 5 deyirik. Bəli. Endirim eləyək. Endirim eləyə bilərik. Nə qədər eləyək? 200 manat. 200 manat. Mən də deyirdim 4300-ə istəsələr verəkmi bunu? 700 manat. 700-ə yox. O qiymətə endirim eləmişsiniz. Yox. Qorxurlar, deyirlər benzini çox işlədir. Yox, bu Benzinin nə? ZMZ-lər çox işlətmir. Yəni nə qədər az işlətsə də 12 işlədəcək. Yox, heç ondan da. Bax mən Ağcabəd rayonundan 10 litr benzinə gəlib bu Bərdiyə qayıdıram. Lap yaxşı. 85 kilometr yol eləyir. Ağcabəddəsiz. Bəli. Telefon nömrəsini də deyin. 050 435 83 40. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Allah hamımıza dəyməsin.
bütün maşın satanlara Allah bazar versin. Amin inşallah. Çox sağ olun. Allah sizə də dəyməsin ki, elə efirə verirsiniz Nə bunları. bilim valla çalışıram kömək eləyəm. Çox sağ olun, var olun. Siz də sağ olun. Allah bütün Təşəkkürlər. Azərbaycanımıza dəyməsin. Amin inşallah. Sağ ol. Sağ olun. Qardaş xeyirli olsun. Çox sağ ol. 07 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Əla maşındır. 2000-ci ildir. Korobka 5, motor 03, udarı vuruğu yoxdur. Bakavinlər, ranjlonlar hamısı zavodskoy. Polunda bir dənə çürüyü yoxdur. Bir sözlə heç bir problem yoxdur. Texs motoru, sığortası, təkərləri təzə. Nə vaxtdan sizinkidir? Bir müddət var. Etibarnamədirmi? Bəli, etibarnamədir. Texs motoru, sığortası hamısı da var. Cərməsi də yoxdur. Sənədlər qaydasında. Bəli. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Yüngül var, yəni elə asla bu xərc çəkməmişəm. Yəni maşında da heç bir problem yoxdur. Elə çox sürülmür maşın. Mühərrikə baxdırmadınız. Mühərrik əladır. Mühərrik Yağ azaltma, qaplı, yağ səs, yemək zadı qətiyyən yoxdur, xeyr. Yəqin ki, yığılmış olardı əvvəllər. Bəli, bəli. Korobkası necə? 5 korobkada o da idealdır, əladır. Atma səsi yoxdur Xeyr, ki? xeyr. Diferdə səs necə? Xeyr, diferdə də yox. Altında, polunda, Xeyr, çürüyü çürüyü, bilir. pası, Yoxdur, yox. danqırat yerləri salamatdır. Bəli, bəli, hamısı salamatdır. Peredokda vəziyyət necə? Peridoku da yaxşıdır. Daş kəsəkli yolda səs eləmir ki? Xeyr. Təkərlər Təkərləri də yaxşıdır. normaldır. Dəyişilənləri, qapı, Dəyişilən- krel, Qapı ola bilər, dəyişilsin, bilmirəm onu. Amma krellər zat zavaskoydu, bakavinlər hamısı zavaskoydu. Maşınımızın kosmetik işləri var. Xeyr, demək olar ki, yox. Şüşələr, ön alın şüşəsində çox cüzi bir çırtdağını görürəm. O biriləri salamatdır. Yoxdur, hamısı salamatdır, bəli. Əllə mi qalxır yan aynalar? Bəli, əllə. Şitin Put sistemidir, üstündə, bağlayır qapılar hamısı, açır, bağlayır putla. şitin üstündə bir dənə çat var. Oturacaqlar necə? Cırıq sökük yoxdur ki oturacaqlarında. Oturacaqlar da Salonda normaldır. Qiyməti neçə idi? Qiyməti 3500-ə deyirəm. Sonu 3200. 3200-də sonudur. Bəli. Hansı rayondasınız? Tərtər. Əlaqə nömrəsi? 010 311 70 77. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Allah Siz də razı olsun. sağ olun. Sağ olun.